İndi isə bir qədər öncə anons etdiyimiz xəbərimizi təqdim edirəm. Belə ki, Yevlaxda oğurluq etmək istəyən qohumlar saxlanılıb. Əlbir olan qohumlar oğurluq məqsədi ilə şəhərin Elçin Ağayev küçəsi Döngə 2 130 saylı evi seçiblər. Hasardan aşaraq həyətə keçən oğrular evdə hamilə qadının olduğunu gördükdə əməllərindən əl çəkmək fikrinə düşüblər. Lakin geriyə yol olmadığını görən qohumlar qadına hədə-qorxu gəlməklə ondan pul almaq istəyiblər. Oğrulardan biri üstündəki bıçaqla evin sahibəsi Gülay Əhməd qızı Qədimovanı hədələyərək ondan qızıl zinət əşyaları və pul tələb edib. Lakin özünü itirməyən zərər çəkən qışqıraraq qonşuları köməyə çağırıb. Bu zaman oğrular hadisə yerini tərk ediblər. Lakin Yevlax polisi əməliyyat axtarış tədbirləri nəticəsində hər iki şəxsi saxlayıb. Onların Yevlax rayon sakinləri Elvin Qərib oğlu Məmmədov və Əskər Lətif oğlu Məmmədov olduğu müəyyənləşdirilib. Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-181.2.1-ci və 181.2.3-cü və 181.2.5-ci maddələri ilə cinayət işi başlanılaraq hadisə zamanı istifadə olunmuş bıçaq da maddi sübut kimi götürülmüş və barələrində həbs qəti imkan tədbiri seçilərək saxlanılmışdır. Buraxılışımızı davam etdiririk. Ağcabədi rayonunun Hindarx qəsəbəsində məktəb binası yanıb. Şəhid Xanoğlan Həsənov adına məktəbin